Eşq yəni daxil olmaq Neynəva meydanına. Eşq yəni iqtida etmək bəla sultanına. Eşq yəni Cəbrəili əqlə etmək əlvida. Cəzbə-i məşuq ilə tənha yetişmək yanına. Eşq yəni mən sözündə mimi yaxmaq atəşə. Eşq yəni mən sözündə mimi yaxmaq atəşə. Tərk edib canı qovuşmaq cənnəti cananına. Eşq yəni köz üzərində üzərlik naləsi. Eşq yəni köz üzərində üzərlik naləsi. Biqərar olmaq Züleyxa tək onun hicranına. Eşq yəni hər gecə həm söhbət olmaq mah ilə. Eşq yəni hər gecə həm söhbət olmaq mah ilə. Bəxti sönmüş kəslərin çıxmaq gecə seyranına. Eşq yəni öz balası ilə tamaşa eyləmək. Çeşmənin ayinəsindən su içən ceyranına. Eşq yəni ey fənai ha və mim ya və nun. Eşq yəni iqtida etmək bəla sultanına. Eşq yəni iqtida etmək bəla sultanına. Bismillahirrahmanirrahim. Salam əziz, dəyərli tamaşaçılarımız. Qumdanələri verilişimiz bir daha efirdədir. Qonağımız ilahiyyatçı alim Hacı Farizdir. Hacı, xoş gördük sizi bir daha. Allah razı olsun. Allah oruc namazımızı qəbul eləsin inşallah. Allah razı olsun. Var olasın. Hacı, bugünkü verilişimizin mövzusunu istəyirəm bərəkət üzərində quraq. Ümumiyyətlə, bərəkət anlayışı nədir? Xutbə-i Şəbaniyyədə Ağa Rəsulullah bu ayı bərəkətli ay kimi adlandırıb, yəni ayların içərisində mübarək Ramazan ayını bərəkətli ay kimi təqdim eləyib ümmətə. Ümumiyyətlə, bərəkət sözünün mənası nədir? Buyurun, Hacı. Bismillahirrahmanirrahim. Allah təbarək və təala gözəl günləri cümləmizə bərəkətli qərar versin. Amin. Mən də mübarək Ramazan ayının bu gözəl feyzindən bəhrələnərək, Allahın bizə ayırdığı gözəl fürsətlərdən bəhrələnərək sizi və sizin simavuzda bütün əziz izləyicilərimizi salamlayıram. Əleykum salam. Allah inşallah bizə güc versin, qüvvət versin, mənəviyyatı artırmaqda, bu ayın fəzilətlərindən bəhrələnməkdə bir-birimizə köməklik eləyə inşallah. Bərəkət sözü Xutbə-i Şəbaniyyədə vurğuladığımız kimi sevgili Peyğəmbərimiz Şəban ayının son cüməsində o məhşur xutbəni oxudu. Qəd əqbələ iləykum şəhrillah. Allah ayı sizə tərəf üz gətirir. Bil bərəkəti vəl məğfirəti vəl rəhmə. Bu ay bərəkətlə, mərhəmətlə, məğfirətlə sizə tərəf üz gətirir. Zaman-zaman insanlar bu bərəkət sözünün anlamını başa düşməyə çalışırlar. Çünki bu elə bir məsələdir ki, bunu heç bir sosioloji qayda qanuna sığdırmaq olmaz. Heç bir cəmiyyətşünasi elmində, sosioloji elmlərdə, psixoloji elmlərdə, iqtisadiyyatda bunu başa düşmək mümkün deyil. Yəni necə ola bilər ki, bilirsiniz, bir var teyyül ərz, bir də var teyyüz zaman. Teyyül ərz budur ki, insan qısa addımlarla, az addımlarla çoxlu məkanı və çoxlu kürəni tey eləyir. Qət eləyə bilir. Qət eləyə bilir və çatır məqsədinə. Çox az addımlarla çox böyük məsafəni qət eləyir və gedir. Bu olur teyyül ərz. Ki bu bizdə qəbul olunub və hətta qeyri-İslami fəlsəfi məktəblərdə də teyyül ərz qəbul olunub. Və bunun müqabilində və bununla yanaşı, belə deyək, bir də teyyüz zaman məsələsi var. Teyyüz zaman da budur ki, insan qısa anlarla, zamanlarla böyük zaman kəsimini tey eləyir. Ya önə gedir, ya geri qayıdır. Yəni zamanda insan səyahət eləyə bilir. Bərəkət olur bu teyyüz zamanın az zamandan çoxlu istifadə eləyən vaxtı. Məsələn, mən bir hadisə, bu hədis deməyək, buna bir hadisədir. Əllamə Əmini Əl-Qədir əsərin yazan Əllamə Əmini, Allah ruhunu şad eləsin, İslam
elmlərinə, aləminə böyük xidmət eləmiş şəxsiyyətdir. Allah rəhmət eləsin, Ayətullah Əhmədi Miyanəci var idi, böyük şəxsiyyət, əxlaq ustadı. O deyirdi ki, mən Nəcəfdə tələbə olan vaxtı bizim ustadımız var idi. Bizim ustadımız deyirdi ki, Əllamə Əmini ki, bu kitabı Əl-Qədir kitabını yazıb, bunun birinci cildin, Əl-Qədir ki, Əlinin vilayətində yazılmış bir kitabdır. O kitabın birinci cildin Bakı alimlərindən Badkubeyi Məhəmməd Hüseyn rəhmətli yazıb. Allah rəhmət eləsin. Və o Əllamə Əmininin ustadı olub, müəllimi olub. Bir gün dərsdə deyir Əllamə Əminigilə bütün uşaqlara, sinif əhlinə, o zamanın tələbələridirlər. Deyir ki, Əlinin vilayətinin isbatında bir kitab yazın. Bunlar soruşurlar, necə bir kitab yazaq? Əllamə Əmini ondan soruşur ki, ustad, mən istəyərəm yazım, necə bir kitab yazım? Deyir, gözdə deyərəm. Kitabın birinci cildin yazır, gətirir. Təqdim eləyir, əl yazmanı deyir, bax belə, bu minvalla kitab yaz. Və o birinci cild Əl-Qədirin başqa cildləri ilə üslubunda, yazılışında, ədəbiyyatında fərqi var. Ayətullah Miyanəci deyirdi ki, onun birinci cildin ustad yazıb, Badikubi yazıb, qalan cildlərin böyük ustad Əllamə Əmini yazıb. Əllamə Əmini də ustad da, amma onun tələbəsi idi. Bəli. Əllamə Əmini bir əhl-i-sünnə alimlərindən, bizim qardaşlarımız əhl-i-sünnə alimlərindən biri ilə elmi diskussiya aparırmışlar, yazışırmışlar. Adətən İslam aləmində alimlər arasında belə mükaləmələr, yazışmalar, mükatibələr olub. Və bu çox gözəl də alınıb. Təntavi ilə bizim böyük mərcə təqlidimiz Ayətullah Mərəşi Nəcəfinin də yazışmaları var. Yazışmaların birində Səhifə-i Səccadiyyəni, İmam Səccad İslamın dua möhtəşəm əsərin Mərəşi Nəcəfi götürür, qoyur bir bağlamaya, post olaraq göndərir Təntaviyə, Şeyx Təntavi. Şeyx Təntavi onu görür, təəccüblənir, indiyə kimi belə bir əsər görməyib. Baxır, deyir, nə gözəl dualar var burada. İmam Səccad əleyhissalam Allahla razı niyaz eləyir orada, münacat eləyir. Məktub yazır Ayətullah Mərəşiyə. Yazır, ey kaş cavanlığımda bir nəfər bu kitabı mənə hədiyyə eləyərdi. Bu kitaba elə bir şərh yazardım, sizin özünüzü də heyrətdə qoyardım. Yəni, nə gözəl kitab ona təsir bağışlayır. O dua yoxdur axı başqa mənbələrdə. Əhl-i Beytin boğazı, Əhl-i Beytin nəfəsi yoxdur başqa yerlərdə. Zaman-zaman alimlərimiz belə bir-birinin arasında, o belə bir söz var idi, deyirdilər, alimlər bir-birinə söz atarlar, nadanlar bir-birinə daş atarlar diskussiyalarda. Alim bir-biri ilə danışanda söz deyər, o da sözə cavab verər. O sözdən söz götürər, bu sözdən söz çıxardar, belə olur. Nadan olanda bir-birinə daş atar, bir-birinin bostanına daş atar, bir-birinin özünə daş atar. Bu götürür ona bir Əllamə Əminiyə bir məktub yazır, bu əhl-i-sünnə alim. Yazır, mən bir məsələ oxudum sizin dini qaynaqlarınızda, məzhəbi dini qaynaqlarınızda. Nə oxudun? Deyir, mən oxudum ki, Əli ibn Əbi Talib üçün yazırsınız ki, o bir gecədə 1000 rəkat namaz qılırdı. Əllamə Əmini deyir, bəli, var, yazırlar. Mənbələrimizdə var, mötəbər mənbələrdir. O təbəssümlə yenə yazır. İndi bunlar mükatibə eləyirlər. Təbiidir o təbəssümlə ki, məsələn, belə şey olmaz axı. Yazır, bir rəkəti o Əli ibn Əbi Talib idi, namaz qılan, arif idi, kamil abid idi. Heç olmasa onun hər rəkat namazı 1 dəqiqə çəkməlidir. Bu necə ola bilər? 1000 rəkat namazı 1000 dəqiqəyə qılmalısan. 1000 dəqiqə eləyər 16 saat yarım. Hansı gecədə 16 saat yarım olsun? Təbəssümlə, istehza ilə məktub gəlir Əllamə Əminiyə. Əllamə Əmini onunla görüşmək istəyir. Deyir, biz bir dəfə sizinlə görüşək. Mən Əlinin balası olaraq bir gecə qılaram 1000 rəkat namaz. Siz baxarsınız, görərsiniz ki, o necə olur. Və deyirlər, bu alimlər görüşdülər və Əllamə Əmini bir gecədə 1000 rəkat namaz qıldı. Və bu 1000 rəkat namaz 7 saat çəkdi Əllamə Əminin qılmağı ilə, amma təmkinlə qıldı. İndi bəzən bizi izləyicilərdə də ola bilər, bizdə də ola bilər, təəccüblənək deyə necə ola bilər insan bunu eləsin filan. Bu bərəkət məsələsidir. Əllamə Əmini orada bərəkət prinsipini başlayır bunlara aydınlaşdırmağa. Əlbəttə o da alimdir, o bunu bilir, amma diqqətini çəkir ora. Diqqətini çəkir, az ömürdən böyük istifadə edən alimlərimiz var. Hələ Ramazan ayı da budur. Ramazan ayı da qısadır, bir aydır, amma neçə ömrün bərəkətini gətirə bilir insana. Orada Qədr gecəsi var,
1000 aydan üstündür. Bir gecə 1000 aydan. Bir gecə 1000 aydan üstündür. Bir gecənin 1000 aydan üstün olması o gecənin bərəkətli olmasıdır. O gecədə olunan əməllərin bərəkətli olmasıdır. Əllamə Əmini başlayır bu sözləri danışmağa. Alim diqqətlə qulaq asır və başa düşür, dərk eləyir. Artıq söz ona təsir eləməyə başlayır, düşünür. Qurani-Kərim buyurur bunu, Leylətul Qədr xeyrun min əlf şəhr. Bir gecə 1000 aydan üstündür. Bu demək deyil ha, sən 1000 ayda ola bilər bu gecədə elədiyin əməlləri eləyəsən. İnsan bir ömür bu gecədə elədiyi əməlləri eləsin. Yenə də bu ay ondan üstün olacaq. Bu gecə ondan üstün olacaq 1000 aydan. Niyə? Çünki bu gecədə bir bərəkət var. Bu gecəyə Allah bir bərəkət nazil eləyib. Bərəkət duzu səpib bu yeməyin üstünə. Bəli. Allah təbarək və təala. Odur bu gecəni və bu əməlləri bərəkətləndirən, mübarək eləyən. Görürsən, bəzən ömürlərdə bərəkət var. İnsanın ömrü bərəkətli olur necə? Məsələn, mən 2 nəfərdən misal verəcəm. Biri hələ sizin sahəmizə, bizim sahəmizə, bu ədəbiyyat sahəsinə uyğun Ədib Təbrizi deyilən bir şəxs var. Ədib Təbrizinin adı Molla Mehrəli Xoyidir. İranın Xoy şəhərindəndir. Təbrizin yaxınlığında 110 kilometrliyində bir şəhərdir. Urumiyyə və Təbriz arasındadır. İndiki İranın Xoy şəhəri və qədim alimlərimiz çıxıb oradan, Ayətullah Xoyi, Seyyid Əbülqasım Xoyi filan oradan çıxıblar. Ədib Təbrizi Molla Mehrəli Xoyi da oralıdır. Sonradan Təbrizə köçür. Uzun müddət bunun övladı olmur. Bunun Əli ibn Əbi Talibə xüsusi məhəbbəti olur. Onu ha Əliyyun bəşərun keyfə bəşər Rabbuhu fihi təcəllə və zəhər və ləhu ubdiə ma təqiluhu min uqulin və nüfusin və subər ma rəmə rəmyətən illə və kəfə ma qəza qəzvətən illə və zəfər kullu mən matə və ləm yərifhu mavtuhu mavtu hibarin və bəqər. Bu məşhur qəsidəni yazdı, sonradan bunun övladı da olmurdu. Bu bir gün müraciət eləyir Əli ibn Əbi Talibə, deyir, ya Əli, mənim yaşım keçdi, övladım da olmayıb. Mən istəyirəm nəslim davam eləsin, mənim nəslimdən Allah təbarək və təala Əli sevərlər yaratsın, Əhl-i Beyt sevərlər yaratsın, Allaha səcdə eləyənlər olsun. Bunun qoca vaxtında İmam Əlinin duası ilə Allah təbarək və təala buna bir övlad verir. Övlad verir, bir oğul övladı dünyaya gəlir, onun adını qoyur Fəzl Əli. Yəni Əlinin fəzli ilə Allah bunu mənə verdi. İndi o bir övladdan onun nəsli artdı. İndi Təbrizdə fəzlilər var. O Molla Mehrəlinin Fəzləli oğlundan artanlardır o fəzlilər. Böyük bir tayfadır. Allah təbarək və təala bir dənə qoca yaşında bir kişiyə bir beyt şeirə görə, Əlinin barəsində yazdığı bir qəsidəyə görə, bir şeirə görə Allah bərəkət verdi. Bir oğuldan böyük bir tayfa əmələ gəldi. Və adını da qoyum, öz adı Mehrəli idi, oğlunun adını qoydu Fəzləli. Mehrəli bu bir mehr sözü məhəbbət sözündəndir. Mehr amma yuxarıdan aşağı olan sevgiyə deyirlər. Və Əllamə Təbatəbainin məşhur şeiri ki var, öz dilindən də deyilirdir. Mən xəsu bi səru payəm ki, be seyl oftadəm. O ki mirəft mərə həm be deli dərya burd. Orada o şeirin əvvəlində bir yerdə deyir ki, mən be sərçeşməyi xurşid nə xud bordəm rah. Zərrəyi budəmu mehri tu mərə bala burd. Sənin mənə olan məhəbbətin məni yüksəltdi. Mən kim idim? Mən bir zərrə idim. Mehrin bir günəş mənası da var. Bəli, günəş mənası da var. Hələ günəş də orada Allaha işarə eləyir. Zərrələr günəşin vasitəsilə üzə çıxarlar axı. Zərrə var indi burada da. Amma günəş saçmasa biz onları görməyəcəyik. Orada da mehr, günəş Allah mənasındadır. Üstdən aşağı gələn sevgi. Onun vasitəsilə biz üzə çıxdıq. Özün zərriyə Allahı da günəş misalı kimi göstərir. Günəş məsəli kimi göstərir. Sənin mənə olan sevgin idi, məni üzə çıxartdı. Yoxsa mən bir zərrə idim. Mən heç vaxt günəşin mənbəsinə elm tapa bilməzdim. Demək, təsəvvür edirsiniz, zaman-zaman alimlər və ariflər istəyiblər bu hissi bizdə oyatsınlar. Bayaq mən sizin o əvvəldə oxuduğunuz o qəzəlin bir yerində ki, o cəzb kəlməsi işlətmişdiniz. Hələ o bu anlamdadır. Cəzb sözü, cazibə nəyə deyilir? Cəzbə, məsələn, məşhur şeir ki var, gər cəzbəyə eşq olsa gətirirəm, necə gəlməz, gər cəzbəyə eşq olmasa gəlsə necə gəlməz. Cəzbə bir var suluk irfanda, bir də var cəzbə.
Suluk irfanda budur ki, insan gedir, yol gedir, salik, suluk Allaha eləyir. doğru hərəkət Allaha edir. doğru hərəkət edir, gedir. Bu insanın getməsidir. Bu yolda insan yıxıla bilir, qalxa bilir. Bir də var cəzbə. Bu yolda insanın yolu uzana da bilir. Bir də var cəzbə. Cəzbə bərəkətdə olur. Cəzbə nəyə deyilir? Məsələn, qaranlıq səhrada yolu itirmişik. Birdən bir dənə ildırım çaxır, aydınlaşır hər yer. Ani aydınlaşmaya ərəb dilində cəzbə. İrfanda cəzbə ona deyirlər ki, səhrada yolunu itirən adamsın. Ani səhranın hər tərəfinin aydınlaşması və məqsədin görməsi. Ona deyirlər cəzbə. Cəzbə irfanda Əhl-i Beytin vasitəsilə olur. O ki, siz vurğulamısınız orada. Əhl-i Beytin vasitəsilə ona görə qəzəl özü də nə gözəl sonlandırmısınız, xanım Zəhraya tərəf gətirmisiniz. Əhl-i Beytə tərəf gətirmisiniz sonun. Yəni cəzbə ilə gedən adamda çaşmaq olmur yolunda. Quran da bizə belə öyrədir də. İslam peyğəmbərinin mehracını da bu qismdə deyə bilərik. Mütləq şəkildə, mütləq şəkildə. Orada da Allahın cəzbəsi. Allahın cəzbəsi idi. Oradakı deyir, əsra bi əbdi, apardı, apardı. Aparanda səhv eləmək olmaz ki, gedəndə səhv eləmək olar. Apardı, ona görə şeytan dedi ki, mən buna heç nə eləyə bilmərəm. Onları ki, ilahi sən müxləs eləmisən, mən onları yolundan çaşdıra bilmərəm, azdıra bilmərəm. Təsəvvür eləyin, indi məsələn bizdə də hətta surə oxuyanda, namazda, həmd oxuyanda deyirik, ihdinəs sıratal müstəqim, sıratal ləzinə. Cəzbə odur. Cəzbə odur. Onların yoluna məni hidayət elə. Bu cəzbədir. Yəni, onlar tutsalar əlimdən mən heç vaxt yolunu azmayacam. Cəzbin bir mənası nemət demək olar. Onlar ki, bəli, özünə tərəf cəzb edirsən, onlara nemət vermisən. Mütləq şəkildə. Nemət verilən şəxslər də olar. Ən'amtə əleyhim. Ayə də onu vurğulayır. Üzr istəyirəm, danışığımızdan belə qənaətə gəlmək olar ki, bərəkət məfhumu çoxluq mənasında deyil. Azın kifayət eləməsidir. Azın kifayət eləməsi. Bax, məsələn, ariflərdən birinin yanına getmişdik bir dəfə. Biri dedi ki, Allah sizə uzun ömür versin. O da dedi ki, uzun lazım deyil, enli ömür lazımdır adama. Ömrü tulanina, ömrü pəhn. Uzun ömür yox, enli ömür. Dedilər, bu nə deməkdir? Təbəssümlə dedi ki, o qədər uzun ömürlülər var, həyatlarında bərəkət yoxdur. Ömrün eni olanda bərəkəti olur. Hər bir sahədə. Hər bir sahədə. Məsələn, ömürdə, zamanda, məkanda. Hər nəydə, övladda da, hər nəydə. Hər bir şeydə yəni, çoxluq bərəkət demək deyil. Hacı bir üzr istəyirəm, süfrədə məsələn, bir süfrəyə çörək gəlməsə insan doymur. Bəli. Baxmayaraq ki, o süfrədə çoxlu nemətlər var, amma çörək bərəkət mənbəsidir. Bəli, bərəkət deyirlər çörəyə o mənada ki, onu biraz yeyirsən doyursan. Əhsən. Məsələn, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, əl-ğənəmu bərəkə. Qoyun bərəkətdir. Bəli. Üzr istəyirəm, murdar heyvan neçə dənə tula bala verir. Düzdür? Qoyun isə bir dənə verir hər bala dünyaya gətirəndə. O bəzən olur, əkiz olur, 2 dənə olur. Nə qədər kəsirlər, yeyirlər, amma yenə də artır. Yenə sayı o murdar heyvanın sayından çoxdur. Düzdür? O bərəkətdir, burada bərəkət yoxdur. Uzun ömür, ən uzun ömür şeytandadır. Şeytandan uzun ömrüsü yoxdur. Doğru. Ən uzun ömür ondadır, amma həyatında bərəkət yoxdur. Ən qısa ömür xanım Zəhra sallallahu əleyhanın ömrüdür. Amma nə qədər bərəkət var, məsumlar ondan dünyaya gəliblər. Deməli, ömrün çoxluğu deyil, ömrün pəhn olmasıdır. Ömrün tutarlılığıdır. Bərəkət bunda deyilir. Çox gözəl hacı. Allah rəhmət eləsin, bizim gözəl alimimiz Şeyx Mufidin Şeyxu Taifənin ustadı Şeyx Səduq rəhmətli İbn Babaveyh Qummi qəbri Reydədir. Atası Babaveyh Qummidir. Atasının 50 yaşına qədər övladı olmur. 50 yaşında götürür Hüseyn ibn Ruhi Nobəxtiyə məktub yazır. İmam Zamanın kiçik qeybəti dönəmində yaşlı Babaveyh Qummi yazır ki, mənim övladım olsun istəyirəm, nəslim davam eləsin. Övladım yoxdur. Allah bütün övladı olmayanlara övlad versin Ramazan ehtiramına inşallah. Həzrət onun cavabında yazır ki, Səyulət ləkə vələdun mübarək. Sənin bir bərəkətli oğlun dünyaya gələcək. Tez olar sənin üçün bir bərəkətli övlad doğular, bir oğul övladı doğular. Şeyx Səduq dünyaya gəlir. Özü də həmişə deyərmiş ki, vulidtu bi duail hoccə. Mən İmam Zaman duası ilə doğulmuşam. Bərəkət mənbəsiyəm. 300 dənə kitab yazıb. Bərəkətə bax ömürdə. 70 il yaşayıb, 300 dənə kitab yazıb. Kitablarından biri Mən la yəhzuruhul fəqihdir. Onu oxusa
mənası belədir də, hər bir fəqihin yanında bu kitab olsa, heç bir sualın cavabında amanda qalmaz, daməndə qalmaz. Heç bir sualın cavabında özünü itirməz. Əgər aciz qalmaz fiqh məsələlərdə. Təsəvvür edirsiniz. 1000 ildir bu kitab hövzədə tədris olunur. Mən la yəhsulul fəqih. İmam Zaman duası ilə dünyaya gəlir və şagirdi də Şeyxü Taifədir. Müfid onun şagirdidir, Şiə tayfasının şeyxi oldu. Bu ömrün bərəkətlənməsidir. Allah bəzən bərəkəti, yəni qısa ömürdə, bir ömürdə bu boyda bərəkət, bu qədər kitab yazmaq, bu qədər şagird yetişdirmək və nəslin artması və Şiə dünyasına çıraq olmaq, İslam dünyasına çıraq olmaq. Bir neçə dənə belə alimlər misal vura bilərik. Mən 2 dənəsi misal vurdum ki, həm Molla Mehrəli Xoydan, həm Şeyx Səduqdan. Bu bərəkət məsələsi ta ki bizim üçün biraz məlmus olsun. Çünki heç bir dildə, məsələn Abraham Milson 1850-ci ilin ikinci yarısında Amerikada yaşayan böyük Yəhudi siyasi xadimlərindən biri idi. Bu oğlu üçün müəllim tutmuşdu bir nəfər. Deyirdi ki, mənim oğluma elm öyrət. Bu da onun oğluna elm öyrətmişdi filan. Bir gün dedi ki, oğlumu imtahanı çəkmək istəyirəm. Gətirdilər, müəllim də oturub, oğlu da oturub. Başladı müəllim oğluna deməyə ki, mən buna həndəsə öyrətmişəm, cəbr öyrətmişəm, fəlsəfə öyrətmişəm, astronomiya öyrətmişəm. Dedi, nə gözəl. Suallar verdilər, uşaq cavab verir. Götürdü, sonra oğlunun müəlliminə məktub yazdı. Yazdı, onlar hamısı gözəldir. Mənim oğlum onları hər bir yerdə öyrənə bilər. Sən mənim oğluma öyrət ki, qazanılmış $1 hədiyyə edilmiş $10 çoxdur. Bunu başa sal. Bu bərəkət anlayışıdır. Bunu heç bir elmi cəhətdən heç kimə başa salmaq olmaz. Hacı biz indi əyanı surətdə o bərəkətsizliyi görürük. Mütləq. Məsələn, bax hədis qaynaqlarında axirət zamanda zamanın bərəkəti olmamağına zaman işarələr sonunda, verilir. Bəli. İndi məsələn biz onun əyanı şahidi oluruq. Ki, səhər açılır, ani halda heç bilmirsən. Sanki zaman tezləşir. Çox tez. Yəni məsələ budur ki, biz işlərimizi tam şəkildə görə bilmirik. Baxmayaraq ki, bizim çox zamanımız texnologiya sürətlənir. Maşın, və biz telefon var, təyyarə var, irtibatlar, əlaqələr hamısı yaxınlaşıb, sürətlənib, nəticə etibarilə heç nə sürətlənməyib. Ona görə bir söz var idi, deyirlər ki, durud bər şotor, mərg bər motor. Deyirlər salam olsun dəviyə, ölüm olsun texnologiyaya. Texnologiya olub, amma heç nə tezləşməyib. Çox gözəl vururlar. Əlbəttə tezləşmir. Niyə? Çünki insanlar özləri elədikləri əməllərin nəticəsində bərəkəti özlərindən uzaqlaşdırır. Bərəkətdə 3 dənə şərt olmalıdır. Birinci budur ki, onun çoxluğu önəmli deyil. İkincisi budur ki, o xasiyyəti, ikinci xasiyyəti belədir ki, o həmişə qalan olmalıdır. Azdan çox fayda verməlidir və həmişə qalmalıdır. Artımı çox olmalıdır və həmişə qalmalıdır. Və bəzən görsən, bizdə misal vururlar. Məsələn, Harun Rəşidin xalası oğlu idi Bəhlüldanəndə. Deyirlər, qardaşı kimi məşhur deyirlər. Amma elə doğrusu budur ki, xala oğlu idilər bunlar. Qardaşı kimi məşhur olmuşdu. Bəzən deyirlər də, ruslarda da var, ərəblərdə də var, xala oğluya da qardaş deyirlər, əmi oğluya da, ruslar dvayradnoy deyirlər, məsələn, uzaq qardaşdı da biraz. Amma doğma qardaş deyildi də, ananı atadan eyni deyildilər, xala oğlu idilər. Bir gün bunu məcbur eləyirdi ki, Harun bir vəzifədə işlədəsən, mənim xalam oğlusan, gedirsən, belə gəzirsən. Bunu gətirdilər, möhtəsib qoydular. İndi vergi müfəttişi deyək bizim dildə. Bu girirdi bazardan, cəmaatdan vergi yığırdı, eləyirdi. Gəldi, girdi bir bazarın içində, gördü cavan oğlan buğda satır, buğdanı qarışdırıb torpaqla, bülüllə, hər nə. Dedi, niyə belə eləyirsən? Dedi, bu bazarda qalmaq üçün belə eləməliyəm. Keçdi o birisini gördü, o da elə eləyib, keçdi o birisini də gördü, bir dənə nurani qoca kişi oturub təmiz buğda satır, onlarla eyni qiymətə. Dedi, axsaqqal, sən bazarda qala bilməzsən. Dedi, yox, onlar bazarda qalmaq üçün deyir. Onlar özləri çox qazanmaq üçün elə eləyirlər. Bərəkətli qazanmaq üçün yox. Onlar gün ərzində məndən çox alver eləyirlər, ticarət eləyirlər. Amma biri görsən bir bəlaya tuş gəlir, birinin bir nəyi xəstə olursa pulu ora xərcləyir, özü xəstə olur ora xərcləyir, birinin pulunu aparırlar, birinin malını aparırlar. Mənə az qazancım yetərlilik eləyir, bəs eləyir. Bu bərəkətdir. Azdan yetərincə yaşamaq. İlahi bərəkət duzunun yeməyimizdə
Halaldan olmağı əsasdır. Halaldan olmaq. Birinci şərti bu olmalıdır. Bir də onu zamanında dəyərləndirmək önəmli məsələdir. Biz necə eləyə bilərik ki, bizim ömrümüz bərəkətli olsun, malımız bərəkətli olsun, həyatımız elə Ramazan ayı kimi olsun, bərəkətli olsun. Bunu necə eləyə bilərik? Çoxlu səbəblər göstərirlər. Ən önəmli səbəb ki, mən bunu bəzən dostlarla oturanda çox vurğulayıram, xüsusilə sən yeni evlənmək istəyən, ailə qurmaq istəyən cavanlara mən bunu çox tövsiyə edirəm ki, çalışın anları dəyərləndirin. Anı dəyərləndirmək, Əl-fürsətü mərrəs-səhab. Mərrəs-səhab. Anı dəyərləndirmək insan həyatına bərəkət gətirir. Çox tarixdə tanınmış insanlar var ki, həyatlarında qarşılarına çıxan bir anı həmən dəyərləndirdiklərinə görə Allah təbarək və təala öz bərəkət qapısını onların üzərinə açıb. Məsələn, böyük İslam alimlərindən biri Qacariyə dövründə yaşayıb, İsfahan alimlərindəndir. Bu zamanın sonunda, ömrünün sonunda çox varlanır. Soruşurlar necə oldu? Və özdə gələrmişlər bunun yanına, pul istəyərmişlər bundan, əlin salarmış o vaxtı, məsələn, Qacarın qızıl pulu, gümüş pulu çıxardarmış ovucla, bir ovuc məsələn kömək istəyənlərə verərmiş. Çox maraqlıymış cəmaata ki, bu necə oldu, belə varlandı birdən-birə. Xatirələrində yazır, mən çox kasıb idim. Nəcəfdə bir gün hava da çox soyuq idi. Nəcəfdə adətən hava soyuq olmaz, qış fəsli idi. Qar yağmışdı, soyuq idi. Mən deyir, bir nəfər mənə pul verdi. Mən özüm üçün ət aldım. Neçə vaxt ət yemirdim. Ət aldım, dedim gedəcəm 400 qram o da ət almışmış özü üçün. Yarım Çox kilodan da az. Gəldim, deyir, gördüm keçəndə bir Allahın heyvanı, bir it orada qarın üstündə, balaları da sığınıb onun yanına. O da heç nə tapa bilməyib, arıqlayıb da pis günə qalıb belə deyək. Balalar da ona sığınıb. Deyir, birdən anında ürəyimdən keçdi ki, bu əti doğrayım verim ona. Allahu Ekber. Deyir, ani fikirləşdim və əməl elədim. Daha düşünmədim ki, mən özümdə neçə vaxt ət yemirəm, gedəcəm bunu hazırlayacam falan. Onu doğradım, ona yedizdirdim. Onun gözlərində görürdüm sanki mənə deyirdi ki, Allah sənin əlini tutsun. Sən ki mənə kömək elədin. Təşəkkürü o heyvanın gözlərində hiss eləyirdim. O hadisədən sonra həyatımda dəyişiklik oldu. Allah bütün həyatımı dəyişdi. Ömrünə bərəkət verdi. Ömrünə, malına, ruzisinə, nəslinə Allah bərəkət verdi. Mən dostlara həmişə bunu vurğulayıram, sifariş edirəm ki, əgər istəyirsiniz malınıza, mülkünüzə, ömrünüzə bərəkət gəlsin, anı dəyərləndirməyi bacarın. Bir an ki hiss eləyirsiniz, bunu eləmək lazımdır, onu eləyin. Bu insana kömək eləmək lazımdır, eləyin. Görürsüz, birinin maddi məsələlərə görə birinin abrını aparırlar. Eləyə bilərsiniz, kömək eləyəsiniz, abrını alasınız, eləyin. Allah kömək eləyəcək sizə. Və görürsüz, birinin başqa məsələlərə görə abrı gedir. Allahla müamilə edin, deyin, Allah, mən bunun abrını alacam özüm. Allah, sən də məni qoru. Allah da sizi qoruyacaq. Malla, mülklə, ani zehninizə gələn məsələlərdə addımlayın. Bəzən görürsən, heç mal xərcləməyə ehtiyac yoxdur. İnsan görürsən, birinin məsələsi sənin dilinlə, sözünlə həll olur. Bir dostumuz var idi, başına bir hadisə gəldi, bir müddət zindan dönəmi yaşadı. Heç kim heç nədən sığortalanmayıb, həyatdır. Hər kimin başına hər nə gələ bilər. Sonra çıxmışdı, mən görüşmüşdüm, onunla danışırdım. İsbat oldu. 5-6 aydan sonra başa düşüldü ki, bu günahsızdır, belə bir şey yoxdur və azad olundu. Deyirdi ki, mən Allah elədi, rəva bildi, mən ora gedim. Dedim, niyə? Deyirdi ki, sanki orada çox adamlar var idi, onların işi mənim sözümlə, əlimlə həll olacaqdı. Çox insanlar var idi, bəzən onların məsləhətə ehtiyacı var idi. Mən onlara məsləhət verdim, müşkilləri həll oldu. Allah mənə deyəsən ona görə ora aparmışdı. Belə düşünürəm. Yəni, ani dəyərləndirmək, həmən anda qərar verib uygulamaq insan həyatına bərəkət gətirir. Əllamə Əmini Əli ibn Əbi Talibin bərəkət məsələsini o alimə açıqlayır. Deyir, Əlinin həyatına bərəkət nazil olmuşdu. Və bərəkət gətirən əməllərdən biri cümə gününün qusludur. İnsan həyatına bərəkət gətirir. Biri gecə namazıdır. 2 dənə əməl ki müstəhəbdirlər, bu əməllərin qəzası var. Heç bir müstəhəb əməlin qəzası yoxdur. Qəza ancaq vacib əməllərdədir. Oruc da vacibdir, namaz vacibdir, onlarda qəza var. 2 dənə müstəhəb əməldə qəza var. Biri cümənin qusludur,
Eləyə bilməmsən, şərait olmayıb şənbə günü eləyə bilərsən. Biri də gecə namazıdır, nafilədir. Gecə nafiləsi onun qəzasını yerinə yetirə bilərsən. Niyə bunların qəzası var? Çünki bunlar bərəkət səbəbləridir. Dünya və axirətdə bərəkət Dünya olan və axirətdə bərəkət səbəbləridir. ibadətlərdəndir. Məsələn, çox adamlar var, indi bizim vaxtımız məhduddur deyə mən misallar çəkə bilərdim tarixdən ki, gecə namazı ilə, cümə quslu ilə bədəninin bərəkətlənməsi, bədəninin çürüməməsi, həyatının bərəkətlənməsinə səbəb olur. Bir dənə övladla görsən həyat bərəkətlənir. Hacı, o zaman bu nə gözəl duadır. Allah ömrünüzə bərəkət versin. Allah sizdən razı olsun. Allah elminizə bərəkət Amin versin. inşallah, Allah cümləmiz. gələn günlərinizi xeyirli, bərəkətli eləsin Amin ya inşallah. Rəbbül aləmin. Hacı, yenə verilişimizin sonuna gəlib yetişdik. Bir daha təşəkkürümü bildirirəm. Çox sağ olun. Allah qorusun sizi. Cümləmiz inşallah. Əziz dəyərli tamaşaçılarımız, verilişimiz sona yetir. Allah sizin də ömrünüzə bərəkət nazil eləsin. Amin inşallah. Allah bu mübarək Ramazan ayımızı, sonuncu Ramazan ayımızı qərar verməsin. Amin. Allah qorusun sizləri.